Bu elə bir bəladır ki, müharibələr bitsə də onun acısını hələ çox illər yaşamalı olursan. Abdullah Qurbanov 1988-ci ildə Ağdamın Papravend kəndində dünyaya gəlib. Ermənilər onların kəndini işğal edəndə Abdullahın cəmi 5 yaşı olub. O vaxtdan Didərgin ailəsi ilə Tərtərin Küçərli kəndində məskunlaşıb. 2008-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra xalası ilə Tərtərin Qapanlı kəndinə qonaq gedib. Elə həmin gün onun işıqlı dünyaya son baxışı olub. Mən oraları tanınadığıma görə bilinirdim ki, hara təhlükəlidir, hara təhlükəlidir, ora keçmək olar, olmaz. Tanınırdım deyin. Atı çəkdim, biraz gəlmişdir, 10-15 nedir. Sonra at dayandı, gəlmədi. Zirniş ki, ayağının altında nəsə var. Mən də başa düşmədim, daşladın atı çəknəyə. Atı çəknə ayağını qaldırandan sonra niyət tartdıyız. Aldığı qəlpə yaralarından sifəti paramparça olan Abdullahın yaşamasının mümkünsüz olduğunu deyirlər. Lakin ümidini üzməyən ana Heydər Əliyev fonduna, Mehriban Əliyevaya pənah aparır. Elə övladının qurtuluşu da o olur. Mən onun qəbuluna düşdüm, çox sağ olsun, çox köməkdarlıq elədi. Mən uşağımın şəklini qoydum ona, o çox həyəcanlandı. Kiməsə zəng etdi, bilmirəm. Zəng etdi, dedi ki, bəs belə-belə də, belə bir adam var, bunun köməkdarlıq lazımdır. 4 saatın içində məndən yerimi örgəndi, uşağın yerini örgəndi ki, hardadır. Dedim ki, o vaxtda Seymaşıq adlanırdı, indi bilmirəm. O xəstəxana dedi, harda yaşayırsan, dedim, elə orada yaşayıram. Dedi, get, narahat olma. Ümumilikdə bugünədək mina və hərbi sursatların partlaması nəticəsində 519 nəfər həyatını itirib, 2357 nəfər isə xəsarət alıb. Əvvəllər bu kimi halların baş verməsi zamanı yaralılara ilkin tibbi yardım göstərməkdə problemlər vardısa, bugün onlar aradan qaldırılıb. Biz çox yaxşı iş rejimində işləyirik. Bizim müasir avadanla təmin olunmuş təcili yardım maşınlarımız var. Heç bir bu cəhətdən çətinliyimiz yoxdur. Bütün yaralılara, bütün xəstələrdə yaxşı yardım göstərə bilirik. Statistik məlumatlara görə mina təhlükəsi ehtimalı olan 970 ərazidə 514 min vətəndaş yaşayır. 1996-cı ildən müharibədən zərər çəkmiş ərazilərdə bərpa işlərinin aparılmasına baxmayaraq, hələ də Cəbyanı kənd sakinlərinin mina qorxusu var. Burada kənd cəmaatının yaşaması üçün minaya görə həddindən artıq qorxuludur. Bilmək olmur ki, mina hardadır, nə tərdir, hansı qaydadadır. Mütəxəssislər isə hesab edirlər ki, böyüklər bu qorxuya tab gətirsə də azyaşlı uşaqlarda bir müddət sonra bir çox fəsadlar ortaya çıxır. Problemin həlli ilə bağlı dövlətin fəaliyyət planı mövcuddur. Bu işlər isə ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentliyə, ANAMAya həvalə olunub. Hazırda təşkilat Ağdam, Ağcabədi və Xocavənd rayonlarının ərazisində təmizləmə işi aparır. Bugün əməliyyatlar Ağcabədi rayonunun Qiyaməddin kəndi ərazisinin yaxınlığındakı mina sahəsində aparılır. Bu ərazidə əməkdaşlarımız tərəfindən 2 ədəd tank əleyhinə mina, 3 ədəd piyadə əleyhinə mina və 8 ədəd partlamamış hərbi sursat tapılmışdır. Ağdam rayonu ərazisində 7 milyondan yuxarı, Ağcabədi rayonu ərazisində 2 milyondan yuxarı ərazi çirklənmiş ərazi olaraq qalır. Araşdırmalara görə 736 milyon kvadrat metr ərazi mina və partlamamış hərbi sursatlarla yüksək səviyyədə çirklənib. Bu ərazilər ya cəbhə xətti boyunca, ya da Ermənistanla sərhəd rayonlarda yerləşir. Ən çox çirklənmə halı isə Füzuli rayonunda qeydə alınıb. Yuxarıda qeyd etdiyimiz rəqəmlər bugün Azərbaycan dövlətinin nəzarəti altında olan ərazilərə aiddir. İşğal altında olan torpaqlarda isə mina və partlamamış hərbi sursatlarla çirklənmənin miqyasını təyin etmək mümkün deyil. Lakin təxmini hesablamalara görə həmin rayonlarda 350 milyon kvadrat metrdən 830 milyon kvadrat metrədək ərazinin minalandığı güman olunur. Ermənilərin bu torpaqlarda 50 mindən 100 minədək mina yerləşdirdiyi şübhəsizdir. Bunlar azmış kimi ermənilər çaylar vasitəsilə də yaşayış məntəqələrinə mina axıdırlar. Artıq bunun da acı nəticələri olub. Xoşagəlməz halların qarşısının alınması üçünsə sakinlər arasında maarifləndirmə işinə ehtiyac var. Qiyaməddin kəndinin çıxacağında blok 17 tipli partlamamış hərbi sursatı fiziki müdaxiləsi nəticəsində partlamış və uşaq gözlərindən məhrum olmuşdur. Digəri isə xəsarət almışdır əlində. Qəhrəmanımız Abdullah Qurbanov da düşmənin qurduğu təhlükəli oyunun qurbanı olub. Gözlərini itirsə də həyatda onu yaşadacaq çox böyük səbəbləri var. Çünki o gözləri ilə sevdiyi qızla ailə qurub. Bu zaman fədakarlıq göstərmək isə qıza düşüb.
Ailəsinin qarşı çıxmasına baxmayaraq, kör olan sevgilisinə qovuşub. Ömər adlı oğulları da dünyaya gəlib. Bu acı hekayələrin sayı artmasın deyə cəmiyyətin çox əlləri birləşməlidir. Günel Hüseynova, Habil Aslanoğlu, İlqar Fərmanlı, Lider TV, Qarabağ.